Paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 13 yaşlı məktəblinin ölümü ilə nəticələnən hadisə qeydə alınıb. İlkin məlumatlara görə yeniyetmə axşam saatlarında ailə üzvləri tərəfindən mənzildə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Valideynlərin sözlərinə görə polis tərəfindən aparılan ilkin baxış zamanı yeniyetmənin mobil telefonunda qorxu və mistik janrda olan internet videolarına tez-tez baxdığı məlum olub. Məsələ ilə bağlı mərhumun BBC STV xəbərə açıqlama verib. Bir çox insan elə düşünür ki, valideyn nəzarət etməyib, başı işə qarşı, başlı başına buraxıb uşağı. Yox, heç də elə deyil. Tanıyanlar bilir. Şəxsən mən uşağın BBC-yə əlaçı, idmançı, tərbiyəli, gülüb danışan qız olub. Sadəcə olaraq bu oyun bu uşaqları hipnoz altına sayır və bu uşaqlar ikili həyat yaşayırlar. O oyunda tam bambaşqa zombiyə çevrilirlər. Normal həyatda da çox həyatsevər bir qız idi, polis olmaq istəyirdi. Sadəcə olaraq Kəmalə çox saf idi. Bilmirik oyunun adı nədir, Mavi Balin adımı, Mon adımı bilmirik. Bu oyun nə oyundursa. Onları cürbəcür təhlükələrə təhrik eləyirlər. Cürbəcür tapşırıqlar verirlər. TikTok, Instagram, Facebook, WhatsApp qruplarında, Telegram qruplarında çağırış var, şərhlər var, gizli linklər var, anonim hesablar var. Uşaqlar oradan girirlər. İllah da mütləq deyil bu oyunu yükləyəsən. O linklərlə girirlər. YouTube'da məsələn videonun altında linklər var. O linklərə girirlər. Özdə sırazı sorularla başlayırlar. Səninlə bir oyun oynamaq istəyirəm. Sən güclüsən, buna cəsarətin çatarmı? Gizli klub var, qoşulmaq istəyirsən? Bax belə-belə sözlərlə, belə-belə cümlələrlə uşaqları yoldan çıxartırlar. Bu oyunu bilirsən? Cəsarətin yetəcəkmi, yetməyəcəkmi? Belə-belə suallarla. Qeyri-rəsmi məlumatlara görə buna səbəb bütün dünyada 130-dan çox uşağın ölümünə səbəb olan Mavi Balina tətbiqidir. Qeyd edək ki, Rusiyada yaranan Mavi Balina oyunu Ukrayna, Hindistan, Amerika Birləşmiş Ştatları və Türkiyədə daxil olmaqla bir çox ölkədə yeniyetmələrin intiharları ilə əlaqələndirilib. BBC Trending jurnalisti Anta Adinin sözlərinə görə Mavi Balina hekayəsi 22 noyabr 2015-ci ildə intihar edən Rina Palinkova ilə başlayıb.